Salam ümumiyyətlə izləyicilər, əziz kimya sevərlər, sizinlə EFM növbəti sınaq izahı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualımızda bizdən nə soruşur? Hansı ifadə birləşmə? Yəni birləşməyə aid olan xüsusiyyətdə deyilir. Deməli, fərqli növ atomlardan təşkil olunub. Bəli, birləşmə fərqli növ atomlardan təşkil olunur və yadınızda saxlayın ki, birləşmələr simvolla deyil, formulla göstərilir və kimyəvi yolla onu əmələ gətirən maddələrdən ayrılır. Ona görə də 3 doğru olacaq. Bizə də nə deyir? Doğru olan cavab nədir? Bu da bir variantı uyğun gəlir. Amonyak suda həll olması azalır. Yadınızda saxlayın ki, amonyak qazdır. Biz nə demişdik? Demişdik ki, qazların suda həll olması temperatur artdıqca azalır, temperatur azaldıqca isə artır. Təzyiq artdıqca artır, təzyiq azaldıqca isə azalır. Ona görə də həll olması azalar dediyinə görə təzyiq də azalmalıdır, temperatur artmalıdır. Temperatur artır 2, bir də təzyiq azalır 1. 1 ilə 2, bu da deməli temperatur təzyiq azalanda 1, bir də temperatur artındıqda 1 ilə 4, bu da A variantına uyğun gəlir. Müəyyən temperaturda 500 qram doymuş məhlulda 100 qram həll olan maddə var. Həll olan maddənin suda həll olma qabiliyyətini hesablayın. Deməli 500 qram məhlulda 100 qram həll olan maddə varsa, biz nə edəcəyik? 500-dən çıxacağıq 100-ünü. 500 çıxılsın 100 bərabər olacaq neçəyə? 400-ə. Bizə deyirik ki, həll olan maddənin həll olma qabiliyyətini hesablayın. Yəni, biz bilirik ki, indi buradan nəticə çıxır ki, 100 qram, 400 qram məhlulda həll olursa, onda 100 millilitrdə nə qədər həll olacaq? Bilmirik. Burada x. X da buradan tapırıq ki, bərabər olur. X da buradan bərabər olacaq 25-ə. Bu da B variantına uyğun gəlir 3-cü sualımızda. 4-cü sualımızda deyir ki, boşqab sındırma trendinə qoşulan Ayanın videosunu görən Şahin müəllim şagirdə bir neçə sual verir. Şagirdlərin cavab: boşqabın sınması fiziki hadisədir. Bəli, boşqab sınması fizikadır. Sınma zaman kimyəvi tərkib dəyişir. Xeyr. Boşqabın xırdalanması reaksiyanın getmə əlamətlərindən biridir. Bu da xeyr. Bizə hansı cavab doğrudur? Yalnız 1. Bu da A variantına uyğun gəlir. Otaq temperaturunda olan bir stəkan suya bir qədər çay sadosu əlavə etdikdən sonra onun bir hissəsi suyun dibinə çökür. Hansı halda duz suda tam həll olar? Yadınızda saxlayın ki, suda duzun həll olması üçün həll olmanı artırmaq lazımdır. Bunun üçün nə etmək lazımdır? Suya su əlavə etmək lazımdır ki, doymamış məhlul alınsın ki, duz həll olar. İkinci, bak maddələrin əksəriyyəti, o cümlədən də çay sodası da neyinir? Temperatur artdıqca həll olması artır. Deməli, qaba kifayət qədər su əlavə etməklə, bir də məhlulu qızdırmaqla təzyiqin artırdıqda, təzyiq bək maddənin həll olmasına təsir göstərmir. Məhlul soyuduqda isə həll olma azala bilər. Ona görə bunda uyğun deyil. 1 ilə 2 cavab olur. Bu da B variantına uyğun gəlir. Növbəti sualdan deyil. Aşağıdakı suyun hal çevrilməsi verilib. Hansı ifadə doğrudur? Yadınızda saxlayın ki, bərk maddənin mayeyə çevrilməsi prosesi, ümumiyyətlə buna deyirik ərimə prosesi və suyun buza çevrilməsi zamanı sıxlıq artır, molekular arasındakı isə məsafə azalır. Buna görə də cavabımız olacaq 1, 4. Bu da D variantına uyğun gəlmiş olacaq. 6-cı sualımızda. 7-ci sualımızda deyir ki, müəllim növbədə hidrogen xlorid birləşməsinin suda həll olması zamanı ionlara ayrılmasını yazır və şagird fikri bildirməsini istəyir. Əziz deyir ki, məhlulda H ionları verdiyinə görə mühit turşudur. Bəli, Əziz düzgün danışıb. Yağmur, məhlulun pH-ın qiyməti azdır. Bəli, çünki turşuların pH-ının qiyməti adətən aşağı olur. pH artdıqca turşuluq azalır.
Şahin Ayan deyir ki, eyni həcmdə natrium hidroksidi əlavə etsək pH-ın qiyməti 0-a yaxınlaşır. Bu yanlışdır. Natrium hidroksidi əlavə etsək əgər bura, bu zaman mühit neytrallaşacaq. Mühit neytrallaşanda isə pH 7-yə yaxınlaşacaq, 0-a yox. Ona görə Ayan yanlış deyib. Şahin məhulda həm kation, həm də anion əmələ gəlir. Düzdür. Bu zaman hidrogen katyonu və xlor anionu əmələ gəlir. Bunun da fikri düzdür. Bir dənə yanlış olacaq Ayan-C. Hansı ifadələr doğrudur? Yəni bu deyir ki, homogen qarışıqdır. Dedik ki, burada hidrogen xlorid nədir? Lövhədə olan hidrogen xlorid saf maddədir. Homogen qarışıq deyil. Ona görə bunu götürmürük. Saf maddədir. Bəli, bunu götürürük. Sonra lövhədəki iyonlar göstərir. X A maddəsinin kəmiyyət və keyfiyyət tərkibi eynidir. Bu da bəli, buradakı keyfiyyət tərkibləri eynidir. Sonra və qarışıqdır. Xeyr, A da burada hidrogen xloriddir göstərir. Ona görə indi bizdən nə deyir? Bizdən də soruşur ki, doğru olanlar 2 və 3'dür. Bu da C variantına uyğun gəlmiş olur. Növbəti sualımızda deyir ki, bal arısı iynəsini, yadınıza saxlayın ki, bal arısı iynəsinin zəhəri turş mühitdir. Ucundakı turş mühitdir. Müdə malik olduğundan onun sancmasından buraya yazım, bal ucundakı olan zəhəri turş mühitdir. Mühit olduğundan onun sancmasının acı hissini azaltmaq üçün amonyakdan istifadə etmək olar. Eşeği arısının zəhəri, iynəsinin ucundakı zəhəri isə əsasi mühitə malik olduğundan onun sancmasının acı hissini azaltmaq üçün sirkədən istifadə etmək lazımdır. Deməli, bizə nədir? Turş əsas. Bu da B variantına uyğun gəlmiş olacaqdır. Növbəti buxarlanma üsulu hansı qarışıq ayırmaq olar? Yadınıza saxlayın ki, buxarlanma üsulu bərk maddənin həll olunduğu qarışığı ayırmaq üçün istifadə olunur. Bu da A variantına uyğun gəlmiş olur. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.